Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Qızımın gəlinlik geyimi ilə bağlı nişanlısı, onun anası və atası evimdə dava-dalaş saldılar. Qızım da dözməyib özünü öldürdü. Xəbər verilir ki, bu fikirləri Teleqraf açıqlamasında bir neçə gün öncə özünü yaşadığı evdə öldürən 19 yaşlı şəhər sakini Ləman Məmmədlinin atası Murad Bayramov söyləyib. Onun sözlərinə görə, mətbuatda və sosial şəbəkələrdə yazılanlar həqiqəti əks etdirmir. Güya aralarındakı yaş fərqinə görə qızım Ləman razı olmayıb, etiraz edib. Tamamilə yanlış fikirlərdir. Əvvəla oğlanın 35-36 deyil, 33 yaşı var. Elçilik qız toyu da könüllü və qarşılıqlı razılıq əsasında baş tutub. Hətta nişanlısı Elnurla rəsmi nikah da bağladılar. Həmin andan Ləman Bayramova rəsmən Məmmədli soyadını daşımağa başladı. Murad Bayramovun sözlərinə görə, faciənin bir növrəsi qız toyundan başlayıb. Qız toyundan sonra Elnur ata-anası ilə birgə bizə gələrək əməlli başlı dava saldılar ki, bu nə biabırçı açıq-saçıq gəlinlikdir, qızınıza geyindirmisiniz. Biz də dedik ki, adi, çoxunun geyindiyi gəlinlik geyimidir. Amma qarşı tərəf sakitləşmədi. Mübahisəni davam etdirdilər. Sonraki gündə mübahisə davam etdi. Artıq çox gec idi. Yanlış ailə ilə qohum olduğumuzun fərqinə vardı. Qızım da bunlara dözmədi. Məyusluq, psixoloji sarsıntı keçirən qızım canına qıydı. Ölüm hadisədən sonra Elnur və valideynləri və yas mərasimlərinə gəlsələr də Ləmanın atası buna icazə verməyib. Görəsən həyatdan naşəm gedən 19 yaşlı qızının ölümünə görə Elnur və valideynləri vicdan əzabı çəkirlərmi?